Değerli izləyicilərimiz, hörmətli tamaşaçılarımız, hörmətli valideynlərimiz, mən Müsal Kəlbəzəli, Çağdaş Təhsil Komandasının rəhbəri. Bugün mənim Azərbaycanımızın çox gözəl bölgəsi olan Quba rayonunda çox çətinliklə gəldik. Quba rayonunun Yenikənd kəndinə və mən təxminən 2 ay bundan qabaq, bir neçə ay bundan qabaq bu kənddə təqaüddə olan müəllim Nadir Şah müəllimi çəkdik. Həm mətbuatda və sosial şəbəkədə, televiziyada xəbərlərdə verdik. Amma biz bir neçə nəfər müəllimlərlə maraqlandıq. Tahir müəllim kimi qabaqçı və nümunə müəllimləri. Və gəldik o müəllimin haqqında gözəl çəkiliş eləməyə. Xoş təsadüfə baxın ki, gəlmişik. Müəllimin şkafında görürəm ki, Azərbaycan ziyalıları özdə durur ən gözəl yeri, yanında da Azərbaycan bayrağı. Deyirəm, mənim bu kimin kitabıdır? Deyir, mənim Azərbaycan ziyalıları kitabıdır. Bəli, Azərbaycan ziyalıları kitabında 2012-ci ildə, bu gördüyünüz ziyalılar kitabında, hörmətli izləyicilərimiz, 2012-ci ildə müəllim haqqında burada məqalə verilibdir. Bəli, bu kimin kitabıdır? Vüsal Zeynalovun kitabıdır. Vüsal Kəlbəzəlinin, yəni mənim kitabımdır. Mən 18 kitab müəllim.